Yeni bir gündən hamınıza salam olsun. Yeni maşınımla, yəni Maralla. Dedim havalar qəşəngdir, gedim Qəbələyə. Amma ondan öncə o Karafiki tanıyırsınız. Onunla bir yerdə dedim gedim maşının bir yağına suyuna baxım. Uzun yola çıxacağam. Getdim maşının yağını suyunu dəyişdirdik. Hər şey əla. Bu arada Qəbələdə kimlərin yanına gedəcəm? Vahid ilə Həstinin. Amma ilərləyən dəqiqələrdə danışacağam. Biraz gözləyin. Şirvandan çıxanda anamla da sağollaşdım. Xeyir duasını aldım, qoyuldum yola. Sağ. Bu arada köhnə maşın sürməmişdən əvvəl düşünürdüm ki, köhnə maşının bir həzzi yox. Hə, inanırsınız, dəhşət ləzzət eləyir. Zənn eləyirəm ki, keçmişdəyəm və belə bir maşın sürürəm. Uzun sözün qısası, bu maşını sürmək həqiqətən bir həzdir, bir həyəcandır. Hə, bala vurdum, hə. Yavaş ol, qaçma. Yolda gələ-gələ fikirləşdim ki, bəlkə maşını yuyum. Girdim maşını qəşəng köpüklədim, o tərəfini, bu tərəfini sildim, təmizlədim, təkrardan qoyuldum yola. Yavaş-yavaş Vahidgilin yanına yaxınlaşırdım. Bir kəndin içinə girmişdim. Bir də baxdım görəm nə? Balaca izləyicilərim. Onlarla da qısa bir video çəkdim. Uşaqlar, orada göy qurşağını görürsüz. Deyəsən bir dənə mən görürəm, siz görmürsünüz. Gəldim, çıxdım Vahid ilə Həstinin yanına. Söhbətlər elədik, yemək bişirdik, yedik. Gecə meyvə doğradı Həsti mənim üçün. İnanırsınız uşaqlar, vaxt hardan gəldi, hara getdi yadıma gəlmir. Səhər durdum yuxudan, maşının içində yatmışdım. Dedim çadırda yataram, birdən donaram. Oyanandan sonra çıxdım təbiətlə baş-başa qaldım. Gəzdim, qəşəngcə dincəldim. Necə deyirlər, meditasiya elədim. Həqiqətən buna ehtiyacım var imiş. Uzun zamandır təbiətlə baş-başa qalmırdım. Beynimdə bir çox sualın cavabını tapdım.